şagirdlər, deməli sınağı 8-dən davam edirik. Birinci suala baxaq. 400 manata satılan stolun qiyməti 2 dəfə eyni faizlə ucuzlaşdıqdan sonra 324 manat olub. Stolun qiyməti hər dəfə neçə faiz ucuzlaşıb? Uşaqlar, gəlin belə deyək də, ucuzlaşmanı x faiz götürsək. Öncə nə edəcəyik? 400-ün x faizini taparıq. Bu da eləyəcək neçə? 4x. İndi yeni qiymət yenə eyni qədər ucuzlaşdı. Yəni yenə x faiz ucuzlaşıb. Bu zaman nə alınır? X kvadratı bölü 25. Bu da bizə verir neçəni? 324'ü. Buradan x kvadratı bərabərdir 324 vurulsun 25'e. X də bərabərdir 324'ü 25'e vuranda 18 vur 5 deməkdir. Yəni 90. Deməli x-imiz 90'dır. Yəni 90 nə deməkdir? 90 faiz deyə bilməzsiniz də buna. Yəni belə deyək də 90 faiz azalıbsa, azalmanı göstərirsə, o zaman 100'dən də 90'ı çıxacaq. Cavab qalası 10 faiz. İkinci sual. A bərabərdir 2x üstəgəl 6, B bərabərdir 3y minus 6, C də bərabərdir 6x minus 8 ədədləri yazıldığı ardıcılı, artan ardıcılı natural ədədlər olarsa əkyob x, y-ı tapın. Birincisi, artan sözü nə deməkdir? C ən böyüyü deməkdir, elə deyil. Deməli, A, B, C formasında gəlir. O zaman gəlin A ilə C-ni müqayisə eləyək. 2x üstəgəl 6 kiçikdir 6x minus 8'dən. Buradan 8'i bu tərəfə keçirərəm. 6 plus 8 kiçikdir 6x minus 2x'dan. 4x böyükdür 14'dən. X də böyükdür 3,5'dən. Nə tapdım burada? X 3,5'dən böyükdür və naturaldır da. 3,5'dən böyük ən kiçik ədədimiz nə var? 4. X'in yerinə 4 qoysam. Bu zaman nə alırıq? 2 vur 4, 8 üstəgəl 6. Bu da neçə eləyəcək? 2'ni 4'e vuranda 8, üzərinə 6 gəldikdə eləyəcək 14. Növbəti 6'nı yenə 4'e vururam. 24, 24'dən 8 çıxacam. Bu da eləyəcək neçə? 16. Uşaqlar, deməli ortada ədəddə 15 olmalıdır da təxminən. Yəni 14, 15, 16 ardıcıl gedir axı. O zaman nə deyəcək? 3y minus 6 bərabərdir 15'e, 3y bərabərdir 21'e, y də bərabərdir 7'ye. X 4, y 7. Əkobu nə olacaq? Təbii ki, onların hasili 28. Həqiqi əmsallı kvadrat tənliyin kökləri x1 bərabərdir 3a minus ai və x2'dir. Daha sonra deyir ki, o zaman ifadənin qiymətini tapın. Uşaqlar, əgər tənliyinizin, baxın, kvadrat, ulduzlayıram bunu, kvadrat tənliyin köklərindən biri kök altında verilibsə, yəni belə deyək də irrasionaldırsa və yaxud da kompleksdirsə, digər onun qoşması olacaq. Yəni bizim bir tənliyimiz kökümüz 3a minus ai idisə, digər kökümüz 3a plus ai olacaq. İndi o zaman köklərin cəminin kvadratı böl onların hasili. Köklərinin cəmi nə edir? Köklərinin cəmi 3a üstəgəl ai üstəgəl 3a minus ai. Burada ai'lər gedir qalır 6a. Demək köklərin cəmi x1 üstəgəl x2 6a'dır. Bəs hasili nədir? x1 vur x2 bərabərdir 3a minus ai 3a plus ai. Bu da eləyəcək 9a kvadratı minus a kvadratı i kvadratı. I kvadratı mənfi 1'dir. Burada olacaq plus o zaman a kvadratı 9a kvadratının toplayında eləyəcək 10a kvadratı. Gətirib yerinə qoyduqda nə alırıq? Alırıq ki 6a'nın kvadratı 6a kvadratı böl 10a kvadratına. Bu da eləyəcək 36 bölünsün 10. A kvadratlar gedəcək. 36'nı da 10'a böldükdə 3,6 eləyəcək. Dördüncü sual. İntegralı tapın deyir bizə. Burada nə eləyəcək? Görürük ki 2 dənə bölmə formatında verilən integraldır. Bunu da necə yazarıq? Uşaqlar, bura bir dənə çıx 1 plus 1 əlavə eləsəm. Bu ifadə mənə nəyi verəcək? X minus 1, x plus 1 böl x plus 1 üstəgəl 1 də x plus 1. Niyə bu şəkildə yazdım və ayrı-ayrı məxrəclərdə? Çünki mən x plus 1'ləri ixtisar eləyəcəm və geridə nə qalır? X minus 1 üstəgəl 1 böl x plus 1. İndi bax bunun integralını tapasınız. Yəni bu şəkildə biraz çətin olduğu üçün sadələşdiririk. İndi x'in integralı nədir? X kvadratı bölü 2. 1'in integralı x'dir.
1 bölünsün x plus integralı elm modulda x plus 1'dir. Üstə gəl S. Vəssalam, buna uyğun cavabımız hansı variantda var? Baxırıq, Y variantında var. Keçirik 5 nömrəli suala. Tərniklər sistemində y bölü x-in nisbətini istəyir. Birincisi 0,5. Bura nədir? 0,125. Yəni 0,5-in üstündə 3. Deməli, buraya 3-ə bərabərdir. X üstü 1 üstə gəl, y bərabərdir 3-ə. Aşağıya baxırıq. Bu nədir? 0,2-nin kvadratı. Yəni nə? X üstə gəl 1 bölü y də bərabərdir 2-yə. Y bölü x istəyir. Bu zaman nə edərik? Gəlin, öncə baxın, bu ifadəyə ortaq məxrəc gətirsəm, burada x olması üçün bura x olmalıdır. Yəni, belə də yuxarını yaxşı belə yazaq. X-də 1 üstə gəl, x-də y, x bərabərdir 3-ə. Digərini də yazıram ki, x, y-də y üstə gəl, y-də 1 bərabərdir 2-yə. Eyni məxrəcdə yazdım da. Bu zaman x-də 1 üstə gəl, x, y bərabərdir 3-ə. Burada da x, y-də y plus 1. Daha doğrusu üzr istəyirəm. Burada x, y yox, y-də. Y-də x, y üstə gəl 1 bərabərdir 2. Buradan görürük ki, sürətləri eynidir. Çarpaz vursaq ifadəni bir-birinə. 1 üstə gəl y, x bərabərdir 3x-a, 1 üstə gəl x, y bərabərdir 2y-a. Deməli, bu ifadələr bir-birinə bərabər olacaq. 3x bərabərdir 2y-a. Avtomatik x-in yerinə 2 qoyaram, y-in yerinə 3 qoyaram. Bu zaman eləyəcək 3 bölü 2, yəni 1,5 C variantı. Keçək 6 nömrəli suala. A deyir, bu olarsa ifadəni ailə əvəzləyin. Bax, uşaqlar, nə edəcəm mən? Özümdən ifadəni nəyə vururam? Bax, gəlin bu hissəni bir dənə silək. Çox sildim deyəsən. Bu hissəni silirəm və qırmızı ilə yazıram. Özümə ifadəni kökdə 8-ci dərəcədən 7 minus 1-ə vururam və bölürəm. Kökdə 8-ci dərəcədən 7 minus 1. Burada bölmə zamanı nə qalır? Bu ikisi bir-birinin qoşmasıdır deyə onların hasili nə verəcək bizə? Kök altında 8-ci dərəcədən 7-in kvadratı çıx 1-in kvadratı. Bundan da bu gedir nə qalır? Kök altında 4-cü dərəcədən 7 çıx 1. Görürük ki, indi bax bu da bunun qoşmasıdır. O zaman bu ikisinin hasili bizə nə verəsidir? Bu ikisinin də hasili bizə verir. Kök altında 2-ci dərəcədən 7 çıx 1. Və bu da bunun qoşmasıdır. Və bu bizə nəyi verəcək? Kök altında 7 gedir. Qalır 7 minus 1. 7-dən 1 çıxanda nə eləyir? 6. Sürət 6-dır. Məxrəc bəs nədir? Məxrəc də A-dır. Deməli, cavab 6 bölü A-dır. Katetləri 6 olan bərabəryanlı düzbucaqlı üçbucağın. Deməli, mənim bir dənə katetlərim 6-dır. Hipotenuz ətrafında fırlanmasından alınan cismin yan səthinin sahəsini tapın. Bax, hipotenuzun ətrafında fırlanmasından deyirsə, o zaman deməli, nə formasında belə bir fiqur yaranacaq. Aha, belə də öz ətrafında belə deyək, dönür bu şəkildə. Dönür, dönür, dönür. Bu zaman nə yaranır? Sanki 2 dənə konus. Alınan cismin yan səthinin sahəsini tapın. İndi, deməli, o zaman bura nə olur? 6 kökdə 2. Yəni, radiusu nəyə bərabər olacaq? 3 kökdə 2-yə. Radiusu bildik. Sonra elimiz var. El 6 daxı kənardır. Daha sonra hündürlüyü də tapa bilərik. Elə deyil. Hündürlük nədir? Hündürlük olacaq. Median təmilə hündürlük üst-üstə düşürdü də. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş şeydə. Nədir onun adı? Düz xəttdə. O zaman o da median nəyə bərabər olur? 3 kökdə 2-yə. Yəni, hündürlük median təmilən bir-birinin bərabəridir. İndi bizə deyir ki, alınan cismin yan səthinin sahəsini tapın. Nə düsturundan tapılır? Pi, R, L, elə deyil. Esyan. Gətirib yerinə qoyunda pi qalsın. Radiusun neçədir? 3 kökdə 2. L neçədir? 6. Buranda neçə eləyir? 18 pi. 18 kökdə 2 pi. Amma bir şey var. Axı bundan neçədə nədir? 2 dənədir də. Çünki biri aşağıdadır, biri yuxarıda. Bu zaman neçə eləyəcək? 18 kökdə 2-nin 2-yə vuranda 36 kökdə 2. Bərabərsizliyini həll eləyin deyir. Birincisi uşaqlar bir şeyə diqqətli yanaşın. Bu ifadədə bax bundan bu gedir, bundan bu gedir, amma cüt dərəcədən olan modulda çıxacaq.
Bu zaman modul necə açılırdı? Bir dəfə olduğu kimi, bir dəfə əksinə işarə dəyişirdi. Həm də ifadənin işarəsi dəyişirdi. Bu zaman bu yuxarı bizə nəyi verir? X-i bu tərəfə keçirəndə 0, bu tərəfə keçirəndə eləyir -8. Bura boş çoxluq verir də. Yəni işləmək olmurdu. Belki aşağını işləsəm, bunu bu tərəfə keçirərəm. 2x böyük bərabərdir. 8-dən x də böyük bərabərdir 4-dən. Deməli 4 müsbət sonsuzluq deyə bilərik. Amma mütləq cavabı gətirib yerinə qoyub yoxlamarıq. Məsələn 5 versək alınırmı? 6 versək, məsələn 10 verək ya da 100 verək. Fərq yoxdur, görəsik ki alınır. Deməli cavab olacaq Y variantı. Keçək növbətiyə. 9-cu sual. Simmetriya oxu 4 olan x-i y bərabər deyil. Simmetriya oxu nə deməkdir? X 0-a 4-dür də. Bu zaman x 0-ın düsturu nə idi? -b böl 2a. Bu 4-ə bərabərdir. Bu zaman b də bərabər olacaq -8a. Bu 1. Parabolası 1,6 nöqtəsindən keçərsə. Bu parabolun təpə nöqtənin koordinatlarını tapın. Bir də uşaqlar, burada axağımız 1-dir. Deməli, b-miz nə olur? -8. B-miz -8-dirsə, avtomatik b-miz -8 olanda gətirib yerinə qoyaram 1,6 nöqtəsini. Deməli, 6 bərabərdir. 1 üstəgəl -8 üstəgəl s. Buradan bunu bu tərəfə keçirəndə də s bərabər olacaq neçəyə? 13-ə. Gətirib yerinə qoyanda x kvadrat üstəgəl çıx 8x üstəgəl 13. Bu hansı? Necə yazarıq? Bunu da yazıram x kvadratı çıx 8x üstəgəl 16 çıx 3. Bu bizə nə verir? X minus 4-ün mörtərizə kvadratı çıx 3. Təpə nöqtəsi 4 ilə -3 olacaq. D variantı. Amma əgər siz bu metodla, yəni müxtəsər vurma düsturuna gətirməyi bilmirsinizsə, o zaman düstura müraciət edin. Mənfi diskriminant böl 4a düsturu ilə də yaza bilərsiniz. Eyni cavabı alacaqsınız. Və yaxud da bura kimi gəlmisinizmi? X-in yerinə 4 qoyun, yenə cavabınız -3 olacaq. 10 nömrəli sual. A çoxluğunun sayı 10-dur. Bu A çoxluğu, bu B. B-yə aid olunan sayı 4-dür. Bura x olsun, burada y. Y üstəgəl x 10-dur. A-dan B-ni çıxanda 3 alınır. A-mız nədir? A, y üstəgəl x-dir. Bəs B-miz nədir? X üstəgəl 4-dür. Qabaqdan mənfi təsir edir. X minus 4 olur. Minus x minus 4. Bərabərdir 3-ə. Burada x-lar gedir. Y minus 4 bərabərdir 3-ə. Y bərabərdir 7-yə. Y 7-dirsə avtomatik x 3 olacaq da. Bizdən x istəyir. 3. Amma ad çoxluqlarının sayını istəyir. Yəni neçə olacaq? 2 üstündə 3, 8. A variantı. Ad çoxluqlarının sayının düsturu 2 üstü n-dir. 11. Trapesiyanın diagonalları onun orta xəttini 5, 3, 5 nisbətində bölür. Trapesiyanın böyük oturacağın, kiçik oturacağın neçə dəfə böyük olduğunu tapın. Maraq sualda elə də çətin deyil. Gəlin birlikdə bu trapesiyamızın olsun orta xətti. Bu da olsun diagonalı. 1, ikinci diagonal. Deyir ki, 5, 3, 5 nisbətində bölür. Avtomatik, əgər bura 5-dirsə, bu 3 bucaq üçündə, yuxarı 10 olacaq. Bura o zaman neçə qaldı? 3 ilə 5, 8 isə bura 16 olacaq. Neçə dəfə böyükdür deyir? Böyük oturacağı, kiçik oturacağından 1,6 dəfə böyükdür Y variantı. 12. Ədədi silsilədə A 22 verilib, A 6 verilib. Silsilə fərqi D 115-dən kiçikdir. D kiçikdir 115. Bu şərtləri ödəyən ədəd silsilənin sayını tapın. Birincisi, uşaqlar neynəyərəm? D-ni tapmanın qaydası vardır. Gəlin birlikdə. A2 nəyə bərabərdir? 11A-ya. Bəs A6 nəyə bərabərdir? 111A-ya. Açanda. Elə eləyir axı. Buradan D necə tapılırdı? D-ni tapmaq üçün 111A-dan çıxacaq 11A-nı böləsik 6 çıx 2. 4-də 100A. Bu deyilir 25A. Deməli 25A kiçikdir 115-dən. A da o zaman kiçik olacaq 115 böl 25-dən. 115-i də 25-ə böləndə neçə eləyəcək? Öncə 5-ə bölərəm. Düşəcək 23. 23 böl 5. Bu da eləyəcək 4 tam təxminən neçəsə. Deməli A 4 tamdan kiçikdir.
4 tam neçədənsə kiçiksə, deməli ən kiçik neçə ola bilər? 4 ola bilər də. Müstəvi ilə 60 dərəcə bucaq əmələ gətirən mailin uzunluğu 30-dur. Mənim bir mailim var, uzunluğu 30-dur və 60 dərəcə bucaq əmələ gətirir. Bu mailin müstəvi üzərində proyeksiyasının uzunluğunu tap. Avtomatik uşaqlar baxın, bucağın biri 60-dırsa, digəri 30 olacaq. 30 da 60-ın qabandayının 90 qabandayının yarısına bərabərdir axı. Yəni 30-un yarısı olacaq 15. Tangens alfa 5'dir. Sinüs alfa 2 alfadır. A sinüs 2 alfadır. B tangens 2 alfa olarsa, C də 2 alfa olarsa, ədədi müqayisə edin. Daha doğrusu kosinüs 2 alfa olarsa deyir. İndi uşaqlar baxaq. Deməli, tangens alfa 5'dirsə, buradan alfanı tapmalıyıq da biz. Ümumiyyətlə, tangens, belə deyərəm. Tangens nəyə nisbətidir? Qarşıdakı katetin bitişiyə nisbəti. Bunu 5 böl 1 kimi yazsaq, o zaman bura 5, bura 1 eləyir də. O zaman 90 neçə eləyəcək? 26-da kökdə. Sinus 2 alfanı istəyir indi bizdən. Sinus 2 alfanın üstünə də 2 sinus alfa, kosinus alfa. Bu bizə nəyə verəcək o zaman? Demək 2 sinus alfa, kosinus alfa 2 vurulsun 5 böl kökdə 26. Vur 1 böl kökdə 26. Bu da eləcək 26-da 10. Deməli A'mız oldu 26-da 10. İndi tangens 2 alfanı tapaq. Tangens 2 alfanın da düsturu var da. Tangens 2 alfa bərabərdir. 2 tangens alfa, 1 çıx tangens kvadratı alfa. Bu da neçə eləyəcək? Tangens alfamız da axı 5'dir. 2'nin 5'e vuranda 10. 1 çıx 5'in kvadratı 25. Mənfi 24. Aha. Deməli B oldu mənfi 24'də 10. Keçirik C'yə. C'yə keçsək. Kosinüs 2 alfanın düsturu nədir? 2 kosinüs kvadratı alfa çıx 1. Bəs kosinüs kvadratı nədir? 1 böl kökdə 26. 1 böl kökdə 26'nın kvadratı çıx 1. Bu da eləyəcək 26'da 2 çıxırıq 1'i. Bu da bizə nə verəcək? 26'dan 1 çıxdıqda nə alınır? Daha doğrusu 2'dən 26 çıxdıqda mənfi 24. 26'da mənfi 24. Deməli, C də oldu mənfi 26'da 24. Aha, qarışıq rəqəmlər aldıq. Baxaq görək. İndi burada görürük ki, zaten A ən böyüdür avtomatik. Deməli, A ən böyükdür, çünki müsbətdir. Digər ikisini müqayisə eləyəndə uşaqlar normalda mənfi olmasaydılar C böyük olacaqdı. Çünki C düzgün olmayan kəsirdir. Mənfi olduqları üçün amma təbii ki, balaca olan böyük, modulu kiçik olan böyük olur. Deməli, burada A böyükdür, B böyükdür, C, D variantı olacaq. 15 nömrəli sual. Nə deyir bizə? Deyir ki, ABC 3 bucağında BD 6'dır, BD 6'dır. BC 12'dir, demək burada 6'dır. AB 7'dir, AD kökdə 29'dur və AC'nin uzunluğunu tapın. Uşaqlar, bu görür ki, mediandır da, elə deyil. Və median düsturu var idi. Median bərabərdir 2'də 1 kök atda. 2A kvadratı üstə gəl 2B kvadratı çıx C kvadratı. Nə zaman C tərəfinə çəkilərdirsə. Verilənə yerinə qoysaq, kökdə 29 bərabərdir 2'də 1 kök altında 2 vur 7'nin kvadratı üstə gəl 2 vur x'in kvadratı çıx 12'nin kvadratı. Bu da hər tərəfi kvadratı üstətsəm alınacaq 29 bərabərdir 4 vur 49 vur 2 98 üstə gəl 2x kvadratı çıx 144. Bu da nə eləyəcək? 29 bərabərdir 4'ü 98'ə vurarıq. Ya da belə də 98'dən 144'ü çıxaq. Bu bizə neçəni verəcək? 46'nı verəcək. Deməli oldu mənfi 46. Yəni 4 vur 2x kvadrat çıx 46. Bu 4'ü içəri vuraram. Eləyəcək 29 bərabərdir 8x kvadrat çıx
46'ını da 4'e vuraram. 24, 2 yadda 16, 18. Bunu da bu tərəfə keçirərəm. Alınacaq 29 üstəgəl 184 bərabər 8 x kvadratına. Bunlar da cəmliyində eləyəcək 3, 213 bərabər 8 x kvadratına. X kvadratda bərabərdir 213'ü böləcəm 8'ə. Tam bölünmür amma məncə. Yox, tam bölünmür. Bəlkə də nəysə səhv yazdıq, ola bilər hesablamada. Bir daha baxaq, fərqli bir yolla düşünək. Ola bilər ki, hesablamada nəysə gözdən qaçırtmışıq ya da şərtlərdə oxuyacağım indi. Baxın, ABC üçbucağında BD 6'dır, BC 12'dir. Düz yazmışıq o zaman. Median kimi bölüb. AB 7'dir. AD kökdə 29'dur. AC tərəfinin uzunluğunu istəyir. Haydi uşaqlar, biz nəyi səhv yazmışıq? Bir dən gözləyin, geri qaytarın, baxın. Biz 4'də 1 yazası 4 yazmışıq. Yəni yazmışıq deyəndə mən yazmışam. Sürü sayın. Baxın burada normalda 4'də 1 olmalıdır da. Bura 2'də 1 kvadratı üstündə 4'də 1 yazmalıydım, 4 yazmışam. Hələ buradan səhv getmişik. Ona görə də gəlin belirləyək. Bu aşağı hissəni sileyim. Bir də təkrar tezdən yazmayacağım. Aşağı hissəni sileyim. Və bunu 4'də 1 yazsaq, 4'ü digər tərəfə vurarım. 29 vur 4 bərabərdir 2x kvadratı minus 46'ya. Buradan da 29 4'ə vuraram. Ya da hər tərəfi 2'yə bölərəm. 29 vur 2 bərabərdir x kvadratı minus 23'ə. Onu da 2'yə vuranda eləyəcək 58 bərabər üstəgəl 23 bərabərdir x kvadratına. Bu eləyəcək 81 bərabərdir x kvadratına, x də bərabər 9'a. Əssalam. Bu qədər yəni. Keçək 16 nömrə sual. Tənliklər sistemində kvadratı ifadənin qiymətini tapın deyir. Yəni belək də. Bunu bu tərəfə keçirək. Nə alırıq? X üstəgəl y bərabərdir 16 çıx 4x y. Gətir aşağıda yerinə qoyaq. 3 vur 16 çıx 4xy çıx 2x y bərabərdir 13'ə. Vurub açanda 16'nın 3'ə vuranda eləyir 48 çıx 12x y çıx 2x y bərabərdir 13'ə. Bu x y'lar digər tərəfə keçirərəm 13'ü bu tərəfə. 48 çıx 13 bərabərdir 14x y. Bu da eləyəcək 35 bərabərdir 14x y. Hər tərəfi 7'yə bölsəm 5 bərabərdir 2x y. X y də bərabərdir 2,5'ə. Bu 1. X y 2,5'dirsə, gətirib bu yuxarıda yerinə qoyaram. 2,5'i ya da aşağıda qoyun. 2,5'i 2'yə vuranda eləyir 5. Bunu bu tərəfə keçirəndə alınır 18. Deməli 3 x üstəgəl y bərabərdirsə 18'ə. X-dan y nəyə bərabərdir? 6'ya. İfadənin qiymətini bizdən istəyir indi. Baxın, bura kimi gəldi. İndi ifadənin qiymətini tapmaq üçün davamında nə edəcəm? Biz tapdıq ki, x y bərabərdir 2,5'ə, x-dan y-ın cəmi də 6'dır. O zaman mən bu x kvadrat üstəgəl y kvadratını x üstəgəl y-ın mörtəzi kvadrat çıx 2x y kimi yaza bilərəmmi? Bəli. Bu da eləcək 6'ın kvadratı çıx 2 vur 2,5, 6'ın kvadratı 36, 36'dan 5 çıxacaq, alınacaq 31. Bu şəkildə yazacaqdıq. Keçirik indi 17-ci suala. Bizdən nə istəyir 17-ci sualda? Deyir ki, yəni qələmimizi dəyişək, maraqlı bir rəngə çevirək ki, F seçilsin. Bərabərsizlik hansı bərabərsizliklə eyni güclüdür? Yəni öncə işləməmiz lazımdır bunun üçün. Gəlin işləyək. Neynəyərəm, necə eləyərəm? Baxın uşaqlar, vurub açarıq ən gözəl metod odur. Vurub açsam nə alırım? Yuxarını silim, oradan yazacağım. Deməli, buradan gəlin vurub açanda nə alırıq? Ya da belli, hamısını bir tərəfə keçirək. Alıram ki, x plus 4'ün kvadratı çıx 8 çıx. X plus 4'ün kvadratı çıx 16 bölü x. Bu çıxma hələ ki içəri daxil olmayıb. Kiçik bərabərdir nədən? 0'dan.
İndi uşaqlar, biraz daha sadələşdirsək, buranı x-ə vursaq, hər tərəf x-ə vurulacaq avtomatik. Və eyni məxrəcdə yazsaq, alınacaq nə? Ya da belləyək. Bu qədər çox keçək girməyək. Yəni, vurub açaq, biraz sadələşdirək də. Görək nə verir bizə. X kvadratı üstəgəl 8x üstəgəl 16 çıx 8 çıx x-da. X kvadratı üstəgəl 8x üstəgəl 16 çıx 16. Kiçik bərabər 0-dan. Bu 16'lar gedir. Burada qalır. X kvadratı üstəgəl 8x üstəgəl 8. Bu ikisi çıx. X kvadratının x-ə böndə x eləyir. 8x x-ə böndə x 8 eləyir. Bu 8'lər gedir. Geridə qalır x kvadratı üstəgəl 7x kiçik bərabər 0-dan. Buradan x ortaq vuruq kimi çıxardıram. Qalır x üstəgəl 7 kiçik 0-dan. Bunun bir kökü 0, bir kökü -7'dir. Və arağı çəkirəm. -7'ni 0'a qeyd edirəm. Hər ikisi daxildir. Olacaq müsbət, mənfi, müsbət, mənfi aralıq olacaq -7 ilə 0 arası. B variantı buna uyğundur. Və salam, amması var. B variantı olmur. Y variantı olur. Amma nədir? X-in yerinə 0 qoya bilməzsiniz. Çünki məxrəcdədir və məxrəci 0'a çevirmiş olarsınız. Bax, bu ammanı gözümüzdən qaçırtmayaq. 18-ci sualda ifadənin vuruğu deyil deyir. 729 ta ki belə deyək də bu A kvadratının kubu kimi göstərək. 729 nəyin kubudur? 9'un kubudur uşaqlar. Bunu da kubun düsturu kimi açaram. A kvadratı üstəgəl 9. Sonra A kvadratının kvadratı. A üstü 4. Çıx. 9A kvadratı üstəgəl 81. Bura kimi hər şey yəqin aydındır. A kvadrat plus 9 qalacaq. Çünki daha bundan artıq neyə bilər? A, çıxmadı. Çıxma. O zaman əziz şagirdlər, çıxmaya görə burada işarələr dəyişir. Və bu A kvadrat çıx 9 necə açılır? A çıx 3, A plus 3. Avtomatik CD variantları getdi. Geridə nə qalır? A üstü 4 çıx 9A kvadrat üstəgəl 81'də. Bu bizə nəyi verər? Beləyək, burada belə çox düşünüb qalmayaq da, çünki bunu biraz açmaq vaxt alır. Kvadratın kubu kimi göstərsək, bəs necə olacaq? Görək, o yol bizə nələr verəcək? Bax, düz gedirik bu metodla yana domin. Demək, yazaram ki, A kubunun kvadratı çıx 27'nin kvadratı bərabərdir. Nəyə? Kvadrat neçə açar? A kubu minus 27, A kubu plus 27. Bax, bu daha asan yol. İndi bunu açaq. A minus 3, A kvadratı üstəgəl 3A üstəgəl 9, bir də A plus 3, A kvadratı minus 3A üstəgəl 9. Və sam B variantı var, Y variantı var. Bir dənə nəyimiz çatmır? A variantımız. Kosinus 7x üstəgəl sinus 2x sinus 5x bərabər kökətdə 2 böl kosinus 2x tənliyinin 0x 90 aralığında neçə həlli var deyir. Demək uşaqlar, gəlin 19-cu sualda öncə sinus 2x sinus 5x açaq. Demək sinus 2x vurulsun sinus 5x nəyə bərabərdir? Sinus 5x. Bu ifadə bərabərdir uşaqlar, hasilin cəmə çevrilməsi. Deməli, kosinus 5x minus 2x çıx kosinus 5x plus 2x böl 2. Bu da bizə neçəni verir? Kosinus 3x böl 2 çıx kosinus 7x böl 2-ni. Belə yaza bilərik bir məxrəcdə. Daha sonra indi gəlin bu aldığımız cavabı tənlikdə yerinə qoyaq. Deməli, kosinus 7x üstəgəl kosinus 3x minus kosinus 7x böl 2 bərabərdir kökdə 2 böl 2 kosinus 2x. Hər tərəfi 2'ye vursaq
Deməli bu formatda alarıq. Hər tərəfi -2 kökdəki bir məxrəcdəki 2-ni yoxa çıxartdıq. İndi buradan da 2 kosinus 7x-dan kosinus x-i çıxaram. Geridə deməli nə qalacaq? Qalacaq kosinus 7x üstəgəl kosinus 3x bərabərdir kökdə 2 kosinus 2x-a. İndi uşaqlar, siz nə edəcəm? Cəmin hansıya çevrilməsini istifadə edəcəm. Yəni kosinus alfa üstəgəl kosinus beta düsturundan. Bu da bizə nə verdi? 2 kosinus 7x üstəgəl 3x bölü 2, yəni 5x və kosinus 7x minus 3x bölü 2, yəni 2x bərabərdir kökdə 2 kosinus 2x-a. İndi gəlin belə, kosinus 2x axı 0 olamaz. Çünki əks halı yəni belə deyək də, öncə 0-dan fərqli götürərik. Amma yenə də bunları ixtisar etsək, yəni belə deyək də, bu ikisi ixtisar olsa, geridə nə qalır? 2 kosinus 5x bərabərdir kökdə 2-yə. Buradan kosinus 5x də bərabərdir kökdə 2 bölü 2-yə. Bu bizə nə verir? Kökdə 2 bölü 2-nin kosinüsü nə zaman alır? 5x bərabərdir pi bölü 4 üstəgəl 2 pi k-da. X də buradan bərabər olur neçəyə? Bu elə bir pi bölü 4 45-də axı. Hər tərəfdə 5x buna bərabərsə, hər tərəfi 5-ə bölsək, x bərabər olacaq 15 üstəgəl, daha doğrusu 9 üstəgəl 2 pi k-da 360'dır. 360'ı 5'e böldü 72 k. İndi bir dəfə k-nın yerinə 0 qoyanda cavab alınır neçə? 9. Bir dəfə k-nın yerinə 1 qoyduqda cavab alınır 81. K-nın yerinə 2 qoyanda 90-dan böyük olacağı üçün baxmayacaq. Deməli burada 2 dənə hal mümkündür. Amma bu nə zaman? Kosinus 2x-i biz 0-dan fərqli götürsək. Bir də uşaqlar, kosinus 2x-i 0-a bərabər götürsək, bu zaman 2x bərabər olacaq 90-a, x də bərabər olacaq 45-ə. Bu qiyməti tənlikdə yoxlasaq, hər iki tərəfdə 0-a bərabər olacaq. Və hər iki tərəfdə 0-a bərabər olacağı üçün nəticədə deməli hansı köklərimiz olur? 9, 45 və 81 olacaq, elə deyil. İndi bir də ikinci hala baxmamız lazımdır. İkinci hal nədir? İkinci hal axı burada müsbət mənfidən söhbət gedirdi. Müsbət mənfi pi bölü 4 üstəgəl pi k-dan. Ona görə də ikinci hal bunun mənfisinə baxanda da 5x bərabərdir 315 üstəgəl 360 k eləyəcək. Buradan x də bərabər olacaq ya da 5x bərabər olacaq. X-in yerinə verdikdə 315-i 5-ə bölsə eləcək 63. X bərabərdir 63 üstəgəl yenə 72 k. Burada sadəcə k-nın 0 qiymətində ödənir 63 ağır. Deməli neçə dənə oldu? 4 dənə həlli olacaq B variantı. Keçirik 20-ci sual. Tilin uzunluğu 8 olan kubun hər iki diaqonal kəsiyi çəkilərək kub 4 konqruent fiqura bölünmüşdür. Alınmış fiqurlardan birinin tam səthin sahəsini tapın. Deyir ki, bizə tilinin uzunluğu 8 olan kubun, deməli mənim bir dənə kubum var. Tilinin uzunluğu 8-dir. Öncə gəlin çəksək. Belə bir kubumuz var. Çəkdik. İndi deyik ki, tilinin uzunluğu 8-dir. Yəni bu xəttlərin uzunluqları 8-dir. Kubun hər iki diaqonal kəsiyi çəkilərək kubu 4 konqruent fiqura bölmüşdür. Bax, gəlin bax. Məsəl üçün deyib, bu bizim bir diaqonal kəsiyimiz. Bax bura. Bu da bizim olsun ikinci diaqonal kəsiyimiz. Bu hissə. 4 dənədir konqruent fiqura bölünmüşdür. Və bizə deyir ki, alınmış fiqurlardan birinin tam səthin sahəsini tapın. Birincisi uşaqlar.
mən belə deyim, bu uzunluğu tapsam. Burada nə yaranır? Baba yaxınlaşdırsaq, görəsiniz ki, burada bax, fərqli bir rəng seçək. Məsəl üçün deyək ki, bu rəngi seçim. Burada belə bir fiqur yarandı. Bax, bu şəkildə. Beləsinə gedəcəkdir o fiqur. Buradan bu divarı, bu növbəti divarı, bu aşağısı. Yəni aşağısı üçbucaq olacaq, yuxarısı da üçbucaq olacaq və bu formatda olacaq. İndi baxın bir şeyə. Bunun bir qıraq hissəsi nədir? Elə düzbucaqlıqda elə deyil. Düzbucaqlığın sayısı necə tapılır? Kvadrat. Kvadratın sayısı tərəfi A olduğu üçün, yəni 8 olduğu üçün olacaq neçə? 64. Bu bir üzü. Alınmış fiqurlardan birinin tam səthini istəyir axı. İndi ikinci tərəfə baxıram. Bu tərəf, digər tərəfə baxsam. Digər tərəf nədir? Digər tərəfin uzunluğu, gəlin bunu qara ilə göstərək. Çox qaraladıq çünki. Uzunluğu 8-dir. Bu tərəf nədir? Diaqonalın yarısı, yəni 4/2. Sahə neçə olacaq o zaman? 32/2. Deməli, oldu 32/2. Bəs bu tərəf nədir? Bu tərəf də eyni olacaq da. Deməli, bir dənə də 32/2 var. Bir də indi qaldı harası? Uzunluğu, oturacaqları. Oturacaqlarının biri hara? Nə qədərdir? Biri üçbucaqdır. Bura 8-dir. Burada 4/2, 4/2-dir. Bunun sahəsi necə tapılırdı? Katetlərin hasilinin yarısı. Yəni 4/2-ni 4/2-yə vuracağım. Eləcək 32. Yarısı da 16. Məsələn, bunların hamısının cəmini istəyir. Bu da eləyəcək neçə? Deməli, cəmləyəndə alınacaq 64/2 və indi 1.16 burada var, bir də aşağıda var, axı 2 dənə oturacağı var. Bəs eləcək neçə? 96 üstə gəl 64/2 A variantı. Təpə bucaqlar kongruent olan 2 bərabər yanlı üçbucağın, deməli 2-dən bərabər yanlı üçbucağımız var. Təpə bucaqları da kongruent. Uzunluğa uyğun olaraq 10, 20. Böyük bucağı yan tərəf 26 olarsa, kiçik bucağın oturacağı çəkilmiş hündürlüyün uzunluğunu tapın. Oturacaqlarının uzunluqları uyğun olaraq biri 10-dur, biri 20-dir. Böyük üçbucağın yan tərəf 26-dır. Bura 26-dır, bura da 26-dır. Böyük deyir, üzr istəyirəm. 26, 26. Kiçik üçbucağın oturacağı çəkilmiş hündürlüyünü tapın. İndi uşaqlar, gəlin öncə balacanın tərəfində bax. Deməli, 26-nın x-a nisbəti bərabərdir 20-nin 10-a nisbəti. Elə deyil. Tərəflər nisbəti oturacaqlar nisbətinə eyni olmalıdır. Bu da eləyəcək neçə? 13. Yəni bu hissəmiz 13 olacaq. Hı. 13. İndi bərabər yanlış üçbucaqsa təpədən çəkilmiş median təpədən hündürlük üst-üstə düşür. Bura 5 olacaq və 13-ün kvadratından 5-in kvadratını çıxsaq, alacağıq 12-nin kvadratını. Cavab olacaq C variantı. Qarabağ sözündəki hərflərin yerini dəyişmək neçə fərqli söz almaq mümkündür? Baxaq, 1, 2, 3, 4, 5, 6, 7 faktor. Amma 7 faktoru beləsik neçədən hərf təkrarlanır? 3 dənəsi 3 faktora. Bu da eləyəcək neçə? 7 faktor neçədir? Məhdi 7 vur. 720, 6 faktoru 720 idi. Çünki bölünsün 6. Bundan da bu ixtisar gedir, qalır 120. 120-ni də 7-yə vuracaq. Yəni 840. Məncə belə alınmalıdır. Bəli, 840 olacaq. Keçək 23 nömrə suala. Bizdən nə istəyir? Alfabetdə qammanın cəmini istəyir. Bura 30, bura 40-sa alfa 70 olacaq. İndi baxıram bura. Bura 20-dirsə, bura nədir? 140. Ya da belə. Bura 20-dirsə, bu xətti gətirib bura çatanda burada 20 olur. Deməli, bura 50-dirsə, burada 50 olacaq. O zaman betdə 50-dir. Ya da uşaqlar, bura 70-dir elə. Bəs silin. İkinci metod. Bura nədir? 160. Bura 70.
Burada 130 olmalıdır ki 3-ün cəminə versin mənə 360. Qayda budur. Növbəti bu hissəyə baxırıq. Bu xətti belə uzadacağıq. Bura 90 olacaq. Bura əgər 130-dursa, 130 nədir? Xarici bucağına qonşu olmayan daxillərin cəminə bərabər. Deməli, qammada 40-dır. Məsələn, bu üçünün cəmini bizdən istəyirsə, eləyəcək 160. Keçirik növbəti suala. A vektoru verilib. Başlanğıcı deyir 5-10 nöqtəsi, sonu B, x, y nöqtəsi olarsa, x, y hasini tapın. Uşaqlar, baxın. Koordinatları 5 dördüsü uzunluğu nədir? 3-ün kvadratı üstəgəl 4-ün kvadratı, yəni 5. İndi mənim bir nöqtəm var. A nöqtəsi 5 ilə 10-dur. B nöqtəsini bilmirəm neçədir. X, y-dir. Amma uzunluğu 5-dir. Uzunluq necə tapılırdı? X-dan çıxacam 5-in kvadratını üstə gələcəm. Y-dan çıxacam 10-un kvadratını bərabərləyəcəm 25-ə. Bəs o. Kökətdə kvadratları cəmi uzunluğa bərabər olmalıdır. Buradan da işləyərik. X, y hasinini bizdən istəyir. Deməli, bir də uşaqlar, AB vektorunun başlanğıcı sonu varsa, unutmayın. Sondan başlanğıcı çıxanda elə vektorun özünü verməlidir. Bunu da nəzərə alaq. Yəni, belə uzun metodla getməkdənsə, X-dan 5-i çıxanda 3 almalıyam. Y-dan 4-ü çıxanda 10 almalıyam. Buradan X bərabər olacaq 8-ə, Y bərabər olacaq 14-ə. 14, 8-dən 14-ün hasilini istəyir 112. Funksiyası üçün limit f(x) üstəgəl limit 0-a yaxınlaşır deyir hesabla. Birincisi, müsbət sonsuzluq və 0-a yaxınlaşmada bir şey diqqətli yanaşın ki, hər ikisində də yerinə qoyduqda cavabımız nə olur? 0 olur da, 0/0. 0/0 lobdal haldır. Bu lobdal halda da biz nəyə müraciət edirdik? Törəməni tapırdıq. Bəs burada necə olacaq? Sürətin törəməsi böl məxrəcin törəməsi kimi birinci ifadəyə baxsaq. Sürətin törəməsi nədir? Kök altında 1/2 kökdə 4x kvadrat üstəgəl 25. Bir də 4x kvadrat üstəgəl 25-dən də törəmə aram. Bu deyilir 8x. Böl 1. Bu elə bir çox uzuna gedəcək tezdən bir də törəmə al falan filan deyə. Ondan sonra nə edək? Gəlin, ən böyük dərəcə nədir? Ona bölək. Ən böyük dərəcə burada nədir? X. X-ə bölürəm hər tərəfi. O zaman burada x kvadratına bölmüş olacağım. Burada cavab nə qalacaq? Bundan bu gedir, kökdə 4 qalır. Qalanlar 0-a çevrilir. Aşağıda da 1. Bunun cavabı 2-dir. İndi. Bir də bu 0-a yaxınlaşmada var axı. 0-a yaxınlaşmada uşaqlar. Nə edərik? İndi gəlin 0-a yaxınlaşmada baxaq. 0-a yaxınlaşmada qayda nə idi? Qoşmasına vurardıq. Yəni gəlin, baxın, yuxarını silib oradan qeyd eləyək. Deyirik ki, deməli f(x) yaxınlaşır, x yaxınlaşır 0-a limit. Bu zaman nə edirəm? Kök altında 4x kvadrat üstəgəl 25 çıxılsın 5-i öz qoşmasına vururam. Yəni kök altında 4x kvadrat üstəgəl 25 üstəgəl 5-ə vururam. Və eyni şeyi böləcəm. X vur, kök altında 4x kvadrat üstəgəl 25 plus 5. Burada bu ikisinin hasili sürətdə alınacaq. 4x kvadrat üstəgəl 25 çıx 25. 25-lər gedib geridə qalasıdır. Deməli 4x kvadratı. Bu da məxrəcdəki x-dan ixtisar gedəcək. Geridə nə qalasıdır? 4x böl kök altında, aşağıdan yazıram. 4x böl kök altında 4x kvadrat üstəgəl 25 plus 5. Burada da x-in yerinə indi 0 qoysaq nə yaranır? 4 vur 0 böl kök altında 0 üstəgəl 25 üstəgəl 5. Bu da alınır nə? 0 böl 10. 0-ı da 10-a böldükdə cavab 0 eləyir. Demək, burada 0-dır. Və bunun cavabı eləyəcək 2. Növbəti loqaritmanı hesablasaq. Bax, gəlin bu 9-u 3-ün kvadratı kimi yazaq. Bu kvadrat da qabağı 2-də 1 kimi tərsinə keçəcək. Bu 4-lə ixtisar gedib 2 qalacaq. İndi hesablayıram.
Logaritmi 3'ün kvadratı 4,5 üstəgəl 2. Logaritmi 3'də 4,5 vur. Logaritmi 3'də 2 üstəgəl logaritma 3'də 2'nin kvadratı. Bunu nə kimi yaza bilərik? Logaritma 3'də 4,5 üstəgəl logaritma 3'də 2'nin mötərizə kvadratının açılışıdır. Bu da toplama zamanı vurulur da logaritmalar. Logaritma 3'də 4,5 vur 2 eləyir 9. Bu da eləyir logaritma 3'də 9 kvadratı. Bu 2, 2'nin kvadratı da cavab olacaq 4. İndi keçək 27-ci suala. Deyir ki, bizə 27-ci sualda uyğunluğu müəyyən edin. Birincisi, hamısının törəməsini istəyir. Y3x üstəgəl y üstü 3'ün törəməsi nədir? Y3x-in törəməsi ilə özüdür. Bir də 3x-dən törəmə aram alınır 3. Y3'ün törəməsi 0-da, sabit ədəd kimi düşünün. Bu da nəyi verəcək mənə? 3 y üstü 3x-i 1'ə uyğun gəldi, B variantı. 2'yə baxırıq. Ln 3x üstəgəl ln 3. Yenə ln 3x-in törəməsi 1 bölü 2x-dır. 3x-in törəməsi də 3'dür. Üstəgəl 0. Bu da eləyir nə? 1 bölü x, D variantı. Üçüncüyə baxırıq. 3 üstü y üstəgəl ln y. Bunun da törəməsi 0'dır uşaqlar. Çünki burada x yoxdur axı. Mötərizənin içində x yazılıbdır. Fx deməli x olmayanları 0 qəbul edirsən. Cavab olacaq nə? C variantı. Deməli oldu nə? 1, B, 2D, 3C. Keçək situasiyaya və qutaraq bununla da. Oxuyaq situasiyada nə deyir? Mühəndislər yeni salınacaq tələbə şəhərciyində tələbələrin səyahət etməsi üçün avtobus xətti çəkməyi planlaşdırır. Avtobus A məntəqəsindən B-yə, B məntəqəsindən C-yə, C məntəqəsindən A-yə düz xətt boyunca hərəkət etməlidir. Məntəqələr arasında məsafə tam ədədlərlə ifadə olunmalıdır. AC 10'dur. AB məsafəsi BC məsafəsindən 2 dəfə çox olmalıdır. Deməli, buraya x-dırsa, buraya olacaq 2x. Avtobusun hərəkət edəcəyi trayektoriya üzrə bütün mümkün üçbucaqları nəzərdən keçirin. Birincisi uşaqlar, üçbucaq bərabərsizliyinə görə AB üstəgəl BC böyükdür AC. Deməli, bizim bir tərəfimiz nədir? Digər ikisinin cəmi ilə fərq arasında yerləşir. Deməli, 10 nə olacaq? Cəmi ilə fərqi arasında yerləşəcəksə, x-dan böyük, 3x-dan kiçik olmalıdır. İndi məntəqələr arasında məsafə tam ədəd olduğuna görə bizim ədədimiz elə ədəd olmalıdır ki, x-in yerinə yəni elə ədəd qoymalıyıq ki, ədədimiz nə olsun? 10 onların ortasında yerləşsin. İndi x-in yerinə hansı ədədlər qoysaq bu ödənir? 1 qoysaq ödənmir. 2 qoysaq ödənmir. Bir də bir qayda var da, iki tərəfin cəmi üçüncüdən böyük olmalıdır qaydasını bir tətbiqdə. 3 qoysaq ödənmir. 4 qoysaq ən azı olur da elə. 4 qoyunda nə olur? 4 böyükdür 10, böyükdür 12. Deməli, x ən aşağı 4 ola bilər. İndi, x ən aşağı 4 olsa, AB ən aşağı neçə olacaq? 8 olacaq. Deməli, ən aşağı bunun qiyməti nə oldu? 4-dən 8 oldu. Bu bir qayda. Deməli, bizdə nə istəyir? A və B məntəqə arasında məsafə ən çox və ən az neçə? Ən az 8 olacaq. Bəs ən çoxunu necə taparıq? Ən çoxu da axı belə düşünün də. Deməli, 4 qoyarıq. Bir də neçə qoya bilərik? 9'a kimi ədədlərdən baxsaq, belə bir şey var da, ən aşağı 4 olanda. Maksimumda 10'a kimi ədəd qoya bilərəm. Bir dənə qoyub yoxlasaz, 10'u qoyduqda burada 20 alınır, burada 10 alınır. İki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. 10 olmaz. Deməli, maksimumda 9 qoya bilərəm. 9 qoyduqda da ən böyük tərəfi nə olur? 2 vur 9, yəni 18. Bunun rəqəmlər qoyub tapmalısınız. 29-cu sual. Hərəkət trayektoriyası üzrə bütün mümkün üçbucaqlar arasında təsadüfi seçilmiş birinin iti bucaqlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. Deməli, ədədlərimiz dedik nə ilə? 4-dən 9'a kimi olacaq da. Deməli, BC tərəfimiz 4, 5, 6, 7, 8 və 9 olar. Bəs bu zaman AB tərəfimiz nə rəqəmlər olur? Bunun ikimizdir. Yəni 8,
10, 12, 14, 16 ve 18. İndi mümkün halların sayı 6 olası elə deyil. Çünki neçədən 6-dan tərəf var. Və uşaqlar kosinuslar teoreminə görə də yalnız BC 5, AB 10, AC 10 o halında ABC bərabər yanında üçbucağı olur. Deməli, yalnız bir dənə halda mümkündür bu. Bu hansı haldır? BC-nin 5, AB-nin 10, AC-nin də 10 olduğu hal. ABC bərabər yanlı üçbucağı iti bucaqlıdır. Qalan digər hallarda isə ABC üçbucağı kör bucaqlı olur. Deməli, əlverişli halların sayı 1-dir. Və bunun ehtimalı neçə olacaq? P bərabərdir 6-da 1. Vəssalam. Keçirik 3-cü suala. Avtobuslar hərəkət edəcək traktor üzrə alına biləcək bərabər yanlı üçbucağın sahəsini tapın deyir. Deməli, biz nə tapdıq? Bərabər yanlı üçbucağın tərəfi nədir? 10, 15. Deməli, sahə necə tapılırdı? S bərabərdir 2-də 1. BC vur, AH düsturundan istifadə edə bilərəm. Deməli, adını çəksəm ABC-dən. Buradan H çəksəm. H-ı necə tapa bilərik bəs? H-ın yerinə Pifaqor teoremini tətbiq eləyərəm. Bax, bura olsun H, bura olsun 2,5. Bu da verəcək nə? 100 çıx 2,25 bərabər olacaq neçə? 97,75-ə. Bu da nəyin kvadratdır? Bu bizə heç nəyin kvadratını vermir. Gəlin bir də baxaq. Deməli, bütöv siləcəm buranı, çünki yaxşı düşsün də, belə qırıq-qırıq xəttlər biraz çaşdırır. Üçbucağımız nə idi? Bu idi da. A, B, C. Bərabər yanlı üçbucaq nə idi? 10, 15 olanda. Deməli, dedik ki, AB AC-yə bərabər olmalıdır. Hər ikisi 10, BC-də 5 olduqda bu mümkün olur və ABC üçbucağın sahəsi 2-də 1 BC vur AH düsturundan tapıla bilər. Bundan başqa hansı düsturundan tapıla bilər? 3 tərəf verilibsə P bərabərdir 10 üstəgəl 10 üstəgəl 5 bölü 2, 25 bölü 2, 12,5. S bərabərdir kök altında P vur P minus A, P minus B, P minus C. Bu da bərabərdir. Kök altında 12,5. 12,5-dən 10 çıxanda 2,5. Yenə 10 çıxanda 2,5. 5 çıxanda 7,5. Bərabərdir. Bu ikisindən çıxır 2,5. Və 12,5-i 7,5-ə vursaq nə alınır? Alınacaq 91,44. Bəs 91,44 nəyinsə kökdən çıxan haldımı? Yox, çıxmır. Deməli, biz burada nə edəcəyik? 2,5 qalır. Kök altında 12,5 vur 7,5 kimi yazarıq. Vəssalam. İndi bunu biraz daha sadələşdirsəm. Hər ikisi, bunu nə yazaram? 12,5-i 10-da 125, bunu da 10-da 75 yazaram. Və bu nə eləyir? 100-dən 125 nədir? 25 vur 3. Daha doğrusu 5. 75-dən də 25 vur 3. İndi 25-in biri birindən getir 4 qalır. Ya da 100-ü elə saxlayaq. 2-dən 25-dən biri çıxır. Yəni belə deyək də 625 bölü 100 qalır. Yəni 2,5 çıxır. Geridə nə qalır? 5 vur 5, 25. Yox, 3 vur 5. 15. Kökdə 15. Deməli, alınacaq cavab 6,25 kökdə 15. Sadəcə cavabda bildiyimdə birdən bu hissənin bir-bir sadələşdirib çıxarsaq cavabı birbaşa alırsınız. Vəssalam. Və yaxud da digər hal hündürlüklə taparıq. S bərabərdir 2-də 1 AH düsturu ilə. H-ımız neçədir bəs? 100 çıx 2,5-in kvadratı 6,125. Vəssalam, buradan tapa bilərik.
Daha doğrusu 2,125, 6,125, 2,125. Üz üstəmi 6,125 düz demişəm. Məsələn 100-dən 6,125-in kvadratını çıxıb A-ya vurub, yəni 5-ə vurub, 2-də 1-ə vurub cavabı tapa bilərsiniz. Eyni cavaba gəlir əslində. Əgər videomu bəyəndinizsə uşaqlar, kanala abunə olmağı unutmayın.